Martın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Bayram şənliyində tələbələrin hazırladıkları Novruz xonçaları və milli adət-ənənələrimizi özündə əks etdirən bayram şirniyyatları nümayiş olunub. Tədbirdə təbrik nitqi ilə çıxış edən universitetin rektoru Dosent Rüfət Əzizov professor müəllim heyətini və tələbələri milli bayram münasibəti ilə təbrik edib və onlara xoş arzularını çatdırıb. Bugün bütün Türk dünyasında və Azərbaycanda xalqımızın əsrlərdən süzülüb gələn adət-ənənələrini özündə birləşdirən, birlik və bərəkətin ifadəsi olan Novruz bayramının qeyd olunduğunu deyən Dosent Rüfət Əzizov universitetin çoxmilli kollektivinə, eləcə də bütün Azərbaycan xalqına əmin-amanlıq, bol ruzili illər, möhkəm cansağlığı arzulayıb. Novruz şənliyi universitetin gənclik mahnı və rəqs ansamblının bir-birindən fərqli rəqs nömrələri, Novruz bayramının məşhur personajları Kosa ilə Keçəlin təqdimatında maraqlı səhnəciklər, müxtəlif oyunlar və Dərviş bənd qrupunun maraqlı musiqi nömrələri ilə davam edib. Sonra universitetin həyətində bayram tonqalı qalanıb.